Orqan transplantasiyası tibbi olaraq və yaxud da ki, cərrahi olaraq müalicəsi mümkün olmayan və yaxud da ki, müalicə nəticəsində hər hansı bir effekt alınmayan, çatışmazlıq olan, yaratmaz fəaliyyət göstərən orqanın yenisi ilə əvəz olunmasıdır. Orqan transplantasiyası ölkəmizdə 2008-ci ildən bizim tərəfimizdən həyata keçirilir və qaraciyər böyrək transplantasiya şəklində icra olunmaqdadır. Bu orqanların həyata keçirilməsinin əsas səbəblərindən biri bu xəstələrin canlı donor olması şansıdır. Yəni qaraciyər çatışmazlığından əziyyət çəkən xəstənin yaxını, qohumu, dostu, emosional bağı olan hər hansı bir şəxs orqanın bir hissəsini, böyrək çatışmazlığından əziyyət çəkən insanın isə yenə eyni şəkildə qohumu, yaxını, əzizi böyrəyinin birini vermək şərti ilə böyrək transplantasiya əməliyyatı icra olunub normal həyata qayıda bilir. Ümumiyyətlə, orqan çatışmazlığından əziyyət çəkən xəstələr bütün dünyada olduğu üçün bizim ölkəmizdə də bunların sayı artma istiqamətində gedir. Amma təəssüflər olsun ki, donorların sayı ilə nisbətdə biraz tərs mütənasiblik təşkil edir. Yəni, donorların sayı xəstələrin sayına nəzərən azdır. Bunun üçün də ölkəmizdə də bütün dünyada olduğu kimi meyit orqanlarından orqan transplantasiya əməliyyatı işinə hamımızın dəstək verməsi vacibdir. Yəni, biz həkimlərin və eyni zamanda əhalini meyit orqanlarından orqan transplantasiya işinin təşkilinə, dəstəyinə dəvət edirəm. Beyin ölümü həyata keçirmiş insanlardan yaxınlarının orqanlarının bağışlanması işinə sövq etməsinə də onları çağırıram. Bunun üçün biz sağlığımızda orqan donorluğu və transplantasiya üzrə koordinasiya mərkəzində, bu hal-hazırda Bakı Sağlamlıq Mərkəzinin binasında yerləşir. Hər birimiz istənilən vətəndaş və yaxud orqan donorluğu və koordinasiya mərkəzinə eyni zamanda onlayn olaraq odtkm.gov.az saytından müəyyən olunmuş blankı dolduraraq sağlığımızda orqanlarımızı bağışlaya bilərik.